Salam, hər vaxtınız xeyir, əziz müəllimlər. Demək, bu videoda sizlərə imzalanmaq üçün bizə göndərilən əmək müqaviləsini telefon vasitəsilə necə imzalaya bilərik, bundan danışacağıq. Keçək videoya. Deməli, əmək müqaviləsini imzalamaqdan ötürü sol yuxarı küncdə 3 xəttə daxil oluruq. Xidmətlər yazılan hissəni açırıq. Buradan digital login və axtar yazılan hissəyə əmas yazırıq və açılan səhifəyə daxil oluruq. Buradan isə sağ yuxarı küncdə daxil ol sözünün üzərinə vururuq. Sima ilə imzala, təsdiq etdirik, parolu qeydləyirik, daha sonra yenə təsdiq etdirik, sima ilə davam et. Açılan pəncərədə sağ yuxarı küncdəki xətlərə daxil oluruq və buradan əmas sözün üzərində vururuq. Aşağıya açılan pəncərədən əmək müqaviləsi, əmək müqaviləsinin reestri və təsdiqi gözləyən əmək müqaviləsi. Buradan isə sağ tərəfdəki işarənin üzərində bir dəfə vururuq və imzala deyirik. İmzala dedikdən sonra aşağıya açılan pəncərədən bizə göndərilən əmək müqaviləsi ilə, əmək müqaviləsinin şərtləri ilə, əmək haqqımızla tanış oluruq və şərtləri qəbul ediriksə, sonda imzalayacağıq. Yaşıl rəngdə olan sima ilə imzala sözün üzərində vururuq və daha sonra yuxarıya açılan sima ilə imzala sözünə vururuq və təsdiq etdirik. Təsdiq etdikdən sonra parolu daxil edirik. Təkrar təsdiq etdirik. Və sənədimiz imzalandı. Bəzən sənəd imzalandı kimi görünür, amma imzalanmır. Bunu dəqiqləşdirmək üçün yenidən təkrar əməliyyatları yerinə yetiririk. Və baxırıq görək, adımız orada görünür, yoxsa görünmür. Əgər görünmürsə, demək ki, imzalanır. Bəli, artıq adımız görünmədiyinə görə biz müqaviləni imzalamış olduq. Dəyərli müəllimlərimiz, əgər bu video sizin üçün faydalı oldusa, zəhmət olmazsa kanalımıza abunə olun, bildirişləri aktiv edin və videonu bəyənin. Video ilə bağlı və ya sizi maraqlandıran, müzakirə etmək istədiyiniz hər hansı məsələlər varsa, videonun rəy hissəsində yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirik. Növbəti videolarda görüşmək diləyilə, sağlıqlı qalın.